Salam, hər birinizə xoş gördük əziz yoldaşlar. Bu video vasitəsilə mən sizlərə bugünkü gün kifayət qədər məlumat vermək istəyirəm. Bu məlumatlar nədən ibarətdir? Dünən keçirilən test imtahanları barədə, bugün çıxan müsabiqə üzrə müsahibə barədə məlumatlar və digərlərini biz bu video vasitəsilə geniş şəkildə müzakirə edəcəyik. Deməli istədim ki, canlı yayım açam, orada müzakirə edək. Sonra gördüm ki, saat 9-da dərsə girəcəm. Dedim ki, saat 9-a qədər bu video vasitəsilə sizlərə bütün məlumatları çatdırım. Birinci nəyə vurğulamaq istəyirəm? Dünənki test imtahanı keçənlərə təbrik edirəm. Birinci, əziyyətiniz yerdə qalmadı. Bizim də kifayət qədər uğurlu nəticələrimiz oldu. 40-da 40, 40-da 39 və s. Və dünənki gün dövlət qulunun test imtahanında nəticə əldə edən şəxslər bugünkü gün elan edilmiş müsabiqə üzrə müsahibə mərhələsində iştirak edə bilərlər. Bax, bu xəbər sizlər üçündür. Bu dövlət qulluğuna çox az rastlanan, nadir rastlanan hallardan biridir ki, sən dünənlərim imtahan ver, bugünkü gün vakansiya çıxsın və çıxan vakansiyada iştirak edə bilərsən. Belə hallar olur, bəli, amma sənin sertifikatın təsdiq olunan müddəti çatmadığına görə çoxdan müraciət edə bilmirdi əvvəllər. Amma artıq fevral ayının 16-sına qədər müsahibə üçün qeydiyyat davam etdiyinə görə sən dünən test imtahanında uğurlu nəticə əldə etmisənsə, bugünkü gün elan edilmiş müsabiqə üzrə müsahibə mərhələsində iştirak edə bilərsiniz. İstəyirəm ki, bu məlumatı sizlərin diqqətinizə çatdırım. Bundan əlavə olaraq biraz geniş danışmaq istəyirəm. Test imtahanı, müsahibə haqqında, müsahibə necə keçirilir, test imtahanından ilk dəfə keçənlər müsahibə mərhələsində nələrlə qarşılaşır, müsahibə ümumiyyətlə necə bir mərhələdir, necə uğurlu olmaq olar və yaxud da ki, bizləri nə gözləyir, necə qeydiyyatdan keçmək olar, hansı qurumu seçməliyik və digər məlumatların hamısını bu video vasitəsilə sizin diqqətinizə çatdıracağam. Ondan əvvəl qeyd edeyim ki, dünənki gün 15 yanvar tarixində dövlət qulunun test imtahanı keçirildi və həqiqətən də test imtahanında öz əziyyətinə hazırlaşan namizədlərin hər birisi, gecəsini, gündüzünü qatan yoldaşların hər birisi bugünkü gün 80, 85, 90, nə bilim 70, 75 kimi ballar toplayaraq artıq öz əziyyətinin nəticəsini görürlər. İmtahana keçməyən namizədlər üzülməsin, çünki bilirsiniz ki, bu ildə bir dəfə imtahan deyil. Bir imtahan ki, hər ay və ya 2 aydan bir olan, ona görə nəysə o görə oturub üzülmək, ay mən niyə keçmədim, mən qaldım düşüncəsində olmayasınız. Bu onsuz da hər ay keçirilir və əgər olmasa fevral imtahanında, olmasa mart imtahanında bəxtinizi təzədən sınaya bilərsiniz. Və bu müddət ərzində də mənim YouTube videolarıma baxa bilərsiniz, nə lazım olsa da mənə yazacaqsınız, mən də sizə əlimdən gələn köməkliyi eləyəcəm. Bundan əlavə olaraq istəyirəm ki, bugün sizin diqqətinizi çatdıram bugünkü çıxan müsahibə mərhələsi haqqında. Bugünkü müsahibə mərhələsində demək olar ki, həm regionlara, həm də Bakının özünə çox yaxşı vakant vəzifələr çıxıblar. Vakant vəzifələr çıxdı. İndi hələ ki yer seçməyə tələsməyin. Çünki 16 fevrala qədər qeydiyyat davam edəcək. Məsələn, Bakı Kənd Təsərrüfatı Nazirliyi, Gənclər və İdman Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi kimi və eyni zamanda regionlarda olan icra hakimiyyətləri, məhkəmələr üçün kifayət qədər yerlər çıxıb. İndi gəlirəm nəyə? Müsahibə haqqında məlumatı olan və ya ilk dəfə müsahibə mərhələsinə hazırlaşan şəxslər bu məqama daha çox diqqət eləsin. Çünki müsahibə haqqında başlayıram danışam. Ola bilsin sizin müsahibə haqqında məlumatınız var, amma nəysə qaçırtmısınız, bəlkə də bunu bu vasitə ilə öyrənəcəksiniz. Deməli, test imtahanı hazırlaşdıq və yaxud da ki, artıq müsahibə mərhələsi necə olur, başlamışıq hazırlaşmağa, bu mərhələ nədir, necə keçirilir və s. İndi bu haqqda sizə məlumat verirəm. Müsahibə mərhələsi 3 bölmədən ibarətdir. Qanunvericilik, dünya görüşü və müraciət etdiyimiz qurumun vəzifə proqramları. Qanunvericilik test mərhələsində hazırlaşdığınız qanunvericiliklə eynidir birə-bir. Üstə gələnsin BA-da olan inzibati icraat haqqında qanun var. Müsahibə mərhələsində qanunla. Nə yoxdur BB-də olan, məsələn, məhkəmələr və hakimlər haqqında qanun, elektron imza kimi BB-yə aid olan, amma müsahibədə sual verilmir. Qanunvericilik, yəni artıq müsahibədən danışıq, qanun müsahibə test mərhələsində olduğu kimi oxuyub getsən, müsahibədə kəsilmə ehtimalı yüksəkdir. Çünki qanunvericilikdə müsahibədə praktiki suallar verilir. Məsələn, bir neçə nümunəsinə baxa bilərik. Sən oxub gedirdin ki, son zərurət, zərur müdafiə və sair hallarda insana qarşı silahlı edə bilər və imtahan üçündə də onu yazırdın. Amma müsahibə mərhələsində sən sual verilir ki, son zərurət nə deməkdir, zərur müdafiə nə deməkdir, bir misal göstər. Və ya başqa bir sözlə desək, məsələn, deyir ki, konstitusiyada hansı maddəni çıxardarsan və hansı səbəblə və ya konstitusiyaya hansı maddəni əlavə edə bilərsən və ya niyə? Eyni zamanda dövlət qulluğu haqqında qanundan bir maddə çıxarsaydın, o hansı maddə olardı? Bir maddə əlavə etsəydin, o hansı maddə olardı? Kimi, məsələn, praktiki suallar verilir.
və yaxud da ki, şəxsin qanun biliklərini, hüquq biliklərini yoxlamaq üçün ona nəzərdən daha çox dediyim kimi praktiki suallar verilir. Baxın, indi deyəcəksiniz ki, bu dərs arası bir dənə söz dedi, amma istədim ki, yerinə düşdüyünə görə deyəm. Məsələn, bax, bu günlərim 16 yanvar tarixidir. Bu günlərin müsahibə mərhələsində mən 7 nəticə əldə etmişəm. İnan səmiyyətimə, indi birazdan sonra paylaşacağam. 7 nəticə. Bir günə müsahibədə 7 nəticə toplamaq, bilmirəm bilirsiniz yoxsa yox. Digər müəllimlər və yaxud da ki, başqa şəxslərin bəziləri bir ayda 7 nəticə əldə edir. Amma biz artıq bir gündə 7 nəticə əldə edirik. Niyə? Çünki qanun nəzəri şəkildə yox, məhz praktiki cəhətdən gedirik. Ona görə də müsahibədə sizə qanunvericilikdən praktiki suallar verəcək. Mən niyə pıçıltı ilə danışıram, heç onu özüm də bilmirəm. Qanunvericilik bax belə praktiki şəkildə öyrənməliyik. Dünya görüşünə gəldikdə, dünya görüşü bilirsiniz ki, sonsuz saydadır. Mən nə edirəm? Gedim uçan quşlara baxım ki, hansı növləri var və yeriyən iki ayaqlı, nə bilim də, yaşayanlar hansılardır. Bunlara önəmli ehtiyac yoxdur. Dünya görüşü məsələn razıyam, sonsuz saydadır. Amma mənim dünya görüşü kitabım 70 səhifədən ibarətdir. Hansı ki, qəbul olan bütün namizədlərim hamısı o 70 səhifə dünya görüşü kitabını oxuyaraq qəbul olublar. Onu da sizə məsləhət görəcəm o kitabı. Lap özünüz hazırlaşdınız, başqasının hazırlaşdınız. Yenə də o kitabı almanızı sizə məsləhət görürəm. Dünya görüşü belədir. Yəni dünya görüşü bilirsən necədir? Yəni mən Azərbaycan Xalq Cümhuriyyətini, 1-ci Qarabağı, 2-ci Qarabağı, milli qəhrəmanlara, bəyannamələri oxuyub müsahibəyə gedə bilərəm, amma orada mənə praktikaya aid sual verə bilər. Necə olur praktiki sual? İndi bunu biraz sonra gələcəm. Bax bu dünya görüşüdür. Müraciət etdiyim qurumun vəzifə proqramları nədir? Məsələn, tutalım ki, mən müraciət etmişəm Maliyyə Nazirliyinə. Maliyyə Nazirliyində orada təqdim olunacaq 20 dənə qanun. O qanunun hamısını öyrənməliyik. Məsələn, vergi məcəlləsi, mühasibə sütü haqqında qanun və yaxud da ki, büdcə sistemi haqqında qanun və s. İndi bu öyrənməlisiniz. İndi hər qurumda bu qanun olacaq deyə bir şey yoxdur. Bu qurumdan quruma asılı olaraq dəyişir. Bundan əlavə olaraq da hazırlıq prosesi necə olmalıdır? Ondan danışacağam indi. Bax, qanunvericilik, dünya görüşü və müraciət etdiyin quruma vəzifə proqramlarını sən bildin. Bunu bilməlisən. Hələ ki, birinci üstdən gedirəm. Daha sonra gedirsən müsahibə mərhələsinə. Müsahibə mərhələsi səni onlayn keçirilir və 3 ekspert sənə qanundan, dünya görüşündən və vəzifə proqramından suallar təqdim edir və ümumi maksimal bal 20 baldır, keçid balı 16 bal təşkil edir. Yaxşı. Bundan əlavə olaraq da onu qeyd etmək istəyirəm ki, bu gün elan edilmiş müsahibədə sən iştirak eləmək istəyirsənsə, bunun üçün yer seçməkdən üçün tələsmə. Yer seçmək üçün tələsmə, çünki qeydiyyat 16 fevral tarixinə qədərdir. Bundan əlavə olaraq da indi müsahibə haqqında düşünürəm ki, azdan çoxdan beynində bəzi nüanslar oyandı. Necə keçirilir, nədən suallar verilir bildin. İndi sizdən bəzi yəni suallara cavab vermək istəyirəm. Məsələn, yazmısınız ki, neçə yer seçmək olar? Bir vakansiyada, yəni bu çıxan vakansiyalarda 3 yer seçmək olar. Üçü də eyni qurum olacaq deyə bir şey yoxdur. A, B, C adlı qurumu seçə bilərsən. Limit var və ya tez keçməliyəm sualı. Yəni bu digər ola bilsin universitetdə qəbul və digər bilmirəm bu hardasa var, amma belə bir şey yoxdur ki, mən tez imtahandan qeydiyyatdan keçim, məni müsahibəyə tez çağırsınlar və ya gec qeydiyyatdan keçim, məni müsahibəyə gec çağırsınlar. Belə bir şey yoxdur əlbəttə. Məsələn, sən 15 fevral tarixində də qeydiyyatdan keçə bilərsən. Bunun istəyirəm ki, sənin diqqətinə çatdırıram. Yəni yerlər tez olur. Bir vəzifə üçün limit sayı yoxdur ki, test imtahandakı kimi. Məsələn, 760 yer verilir, 2 saat ərzində olur axı. Bu müsahibədə elə deyil. Məsələn, 100 nəfər də qeyddən keçsə, 500 nəfər də qeyddən keçsə, limit yoxdur. Yəni bir vəzifə üzrə 700 nəfər də qeyddən keçə bilər. Yaxşı. Bundan əlavə olaraq da deyirik ki, müsahibə onlayn olur. Bəli, müsahibələr əvvəllər əyani üzbəüzlü idi. Artıq koronavirus dövründən sonra müsahibələr onlayn olur. Biz müsahibədən qeyddən keçərkən orada harda onlayn müsahibə verəcəyin, hansı dimin ofisinə verəcəyimizi qeyd edirik. Bundan əlavə olaraq da deməli bir nüans var. Çox adamların səhv elədiyi məqam nədir? Məsələn, 3 dənə yer seçmir və ya 2 dənə yer seçmir. Məsələn, bir dənə İqtisadiyyat Nazirini seçir, təsdiq edir. Təzədən ikinci yer seçməkdə çətinlik çəkir. Bu əlbəttə ki, mümkün deyil. Sən 2 dənə yer seçmək istəyirsənsə və ya 3 dənə yer seçmək istəyirsənsə, bunun üçündə eyni vaxtda seçib təsdiq eləməlisən. Yoxsa birini seçim təsdiq edeyim, təzədən ikincisini seçim, bu mümkün deyil. Mümkün deyil, imtahan edə bilərsən, amma nəyə görə vaxtın getsin ki? Ona görə məsləhət görürəm ki, yer seçmək istəyəndə üçünü də bir yerdə və ya ikisini də bir yerdə seçib bir yerdə təsdiq edəsiniz. Ayrı-ayrı eləsəz bu çətin olacaq. Müsahibələr dediyim kimi, bax qanunvericilikdir, praktiki suallar verilir, dünya görüşüdür, suallar verilir və vəzifə proqramında müraciət etdiyin quruma uyğun suallar verilir. İndi gəlirəm biraz düşürəm dərinliyə. Sən müsahibəyə gedəndə qanunu, dünya görüşünü, vəzifə proqramını oxuyub getmisənsə, ola bilsin ki, bu üçün adını tezdə çəkirəm. Buna görə bezməyin. Çünki istəyirəm ki, hər şeyi ətraflı şəkildə başa düşəsiniz.
Bəli, qanunverici dünya görüşmə və vəzifə proqramını oxub getmisən, gözləyirsən ki, sənə orada dimin nümayəndəsi qanun sual verəcək. Ekspert sənə dünya görüşünə sual verəcək. Qurumun nümayəndəsi sənə vəzifə proqramı sual verəcək. Amma bunun əlbəttə ki, yeri dəyişə bilər. Məsələn, sənə müstəqil ekspert dünya görüşünə sual verilməsi halında gəlib sənə nədən sual verir? Qanundan. Qanundan sənə sual verən dimin nümayəndəsi hansı ki verməlidir, gəlib sənə nədən sual verir? Dünya görüşünə aid suallar verir. Ən çox nə müşahidə edirik müsahibələrdə? Məsələn, bax bugünkü gün 7-dən qəbulun 7-sində də biz onu müşahidə etmişik ki, müstəqil ekspert dünya görüşünə sual verməli halda gəlib bizim müraciət etdiyimiz quruma aid praktiki suallar verilir. Məsələn, əgər biz statistika komitəsinə müraciət etmişiksə, statistikaya aid 20 dənə qanun gözümü kor edib getmişəm ora, amma ekspert mənə sual verir ki, 2018-ci il Azərbaycana gələn turistlərin sayı nə qədər idi? Bax bu müraciət etdiyin quruma aid praktiki suallardır. Bunu sən göz önündə bulundurmasan, müsabiqədən keçmə şansın çox azdır. Bilirsən nə nəzərdə tutdum? Nə dedim? Yəni sənin müstəqil ekspertin sənin müraciət etdiyin qurumun praktikasına aid suallar verə bilər və ya bunu çox tez-tez müsabiqədə biz müraciət edirik. Məsələn, turizm agentliyinə müraciət etmisənsə, müstəqil ekspert sənə sual verir ki, ölkəyə gələn turistlərin səbəbi nədir? Gələn turistlər ən çox hansı bölgələrə üz tutur? Sən turizm agentliyinə qəbul olsan, hansı bölgələrdə turizm inkişafı üçün hansı tədbir həyata keçirərsən? Bax bu sualları bilən şəxslərdir müsabiqədən keçən şəxslər. Yoxsa hər qanun dünya görüşmə müsabiqə əzbərləyim gedim müsabiqədən keçim. Belə şey yoxdur əlbəttə. Bax görsün ən xırda detallara qədər sizə hamısını izah verirəm ki, başa düşək. Düzdürmü? Bundan əlavə olaraq da deməli müsabiqə üçün qeyddən keçməyə tələsməyin. Məsələn, 16 fevral, 15-16 fevrala qədər qeyd davam edirsə, tez bugün qeyddən keçim yox. Sabahsı gün sən digər vəzifələrin arasından qəşəng bir gözünə dəydən bir vəzifəni seçə bilərsən, hansı ki o sənin özünə cəlb edə bilər. Ona görə də yer seçməyə tələsmə. 7 fevral, 8 fevral, 9 fevralda da yer seçmə edə bilərsən. Yaxşımı? Bundan əlavə olaraq da, deməli, nəyə toxunaq başqa? Bizim üçün nə qaranlıq qaldı? İndi mən bu videonu yükləyəndə sizə elə ola bilər ki, bəzi suallarınıza və ya sonradan yaranan suallarınıza bu videoda cavab vermərəm. Ona görə də videonun şərh hissəsinə hər hansı bir sualınız varsa qeyd edə bilərsiniz. Şərh hissəsinə qeyd etməkdən çətinlik çəkirsinizsə, açıqlama qismində verəcəyim nömrəni əlaqə saxlayaraq WhatsApp-a suallarınızı yaza bilərsiniz. Müsahibədə dediyim kimi, uğursuz olma ehtimallarımız hansı hallarda ola bilər? 1. Qanunu nəzəri oxuyub getsəm. 2. Dünya görüşünü ağlasığmaz dərəcədə çox oxuyub getsəm, yəni 700 səhifə, 400 səhifə oxuyub getsəm. 3. Müraciət etdiyim qurumun vəzifə proqramlarını əzbərləyib getsəm. 4. Praktikaya üstünlük verməsəm. 5. Müraciət etdiyim qurum haqqında məlumatlar öyrənməsəm. Məsələn, sədri kim olub, əvvəldə sədri kim olub, hansı küçədə yerləşir, küçə kimin adınadır, başa düşürsünüzmü nə demək istəyirəm? Məsələn, sədrinin və ya nazirin qəbul günləri, telefon nömrələri. Bax görsən heç bəlkə bunları diqqət eləmək istəmirdin və yaddan çıxmışdı. Amma sənin sual vermə ehtimalları yüksəkdir. Sən müraciət etdiyin qurumun telefon nömrəsini, poçt indeksini, yerləşdiyi yer, küçə, kimin adındadır bunu bilməlisən. İndi mən düşünürəm, bəlkə də sən bu videoya baxa-baxa deyirsən ki, müəllim bu nə dərəcədə düzgündür ki, mənim o vəzifə biliyimi yoxlamaq məqsədi ilə mənim müraciət etdiyim qurumun hansı küçədə yerləşdiyi məndən soruşur. İnanın ki, sən o biliyindən asılı deyil. Sadəcə görün bu namizəd gözü açıqdırmı, bir şeyə diqqət edirmi, yoxsa ancaq başına aşağı salıb oxuyub gəlibmi? O cür ona yanaşırlar. Yaxşı. Bax bir də sugestiya tipli suallar verirlər. Məsələn, bax nə edirlər? Tutalım ki, mən müraciət etmişəm icra hakimiyyətinə. Orada olan 20 dənə qanun var. Mənə gəlib məsələn orada olmayan əmək məcəlləsini sual verir ki, əmək məcəlləsi kimlərə şamil edilmir. Mənim vəzifə proqramına aid olmayan qanunu mənə sual verir və çox 10 dənə namizədin 9 dənəsi deyir ki, bilmirəm. Amma onlar nəyə gözləyir? Onu qəsdən verir ki, görün bu adam oxuduğu qanunlar, ədəbiyyat siyasətində hansı qanunlar var, onu bilir yoxsa yox. Yəni sənin bəklənti ona ibarətdir ki, deyəsən ki, sizin verdiyiniz sual mənim vəzifə proqramına aid olan qanunlardan ibarət deyildir. Mənim mövzudan kənar suallar verməməyinizi xahiş edirəm. Bax bu tipdə sizi yoxlamaq üçün suallar verirlər. İndi müsabiqəyə gedərkən necə davranmaq lazımdır, davranış qaydaları, onları danışarıq. Əsas odur ki, dünənki gün test imtahanına keçənlər bugünkü gün iştirak edəcəkləri müsabiqə mərhələsində hansı məqamlara diqqət yetirmək lazımdır, onu mən sizlərə vurğuladım və cümləmi də belə yekunlaşdırmaq istəyirəm ki, yavaş-yavaş. Əgər sən müraciət etdiyin, hansı quruma müraciət edəcəm və ya hansı qurumda
mən daha yaxşı qəbul ola bilərəm, hansı qurumda şansım çoxdur, hansı qurumda şansım azdır. Bu suallar arasında yəqin ki, özün və ailənlə məsləhətləşirsən. Mən artıq özümüzə gələn həftə ərzində demək olar ki, bu məsələlərlə bağlı hər gün kursda olacağam. İstədiyiniz vaxt kursa yaxınlaşaraq mənimlə tamamilə həqiqətən, yəni ödənişə zad ehtiyac yoxdur. Ödənişə falan ehtiyac yoxdur. Nəyə görə ödəniş etməlisiniz? Düzdür, bir deyim var, deyir ki, əgər sən yaxşı bildiyin bir sahəni bilirsənsə, onu heç vaxt ödənişsiz eləmə. Amma məndə o elə deyil. Ona görə də hər hansısa bir məsləhət almaq istəyirsinizsə, hansı qurumu seçmək lazım olduğunu bilmək istəyirsinizsə, mən məsləhət verə bilərəm sizə. Amma belə bir altından xətt çəkirəm ki, öz dərsə qoşulan tələbələrin seçimini mən özüm eləyirəm. Hansı qurumda daha erkən dövlət qulluqçusu olmaq olar? Hansı qurumda, məsələn müraciət etmisən X adlı bir quruma. X adlı qurumun o vəzifəsində çalışan müqavilələri var, yoxdur. Bunu bilmədən ora müraciət edirsənsə, bu artıq belə türklər demişkən sıxıntıdır. Ona görə də bütün namizədlərimin seçimini mən özüm eləyirəm. Deyir ki, müəllim evimizin yanındadır, ora gedəcəm, bizə yaxındır. Deyirəm, yox, olmaz. Mən seçəcəm. Hansı qurum seçmək lazımdır, hansı qurumda erkən dövlət qulluqçusu olmaq olar, bütün namizədlərin seçimini mən özüm edirəm. Əgər sən də elan edilmiş bu müsabiqə üzrə müsahibə mərhələsində uğurlu olmaq istəyirsənsə, mənim həftənin birinci gündən etibarən həm əyani, həm də onlayn başlayan müsabiqə qruplarıma qoşula bilərsən. Bundan əlavə olaraq da müsahibə gedişatı barədə, digər məlumatlar barədə məlumat almaq istəyirsənsə, WhatsApp nömrəmi qeyd etdiyim nömrəyə əlaqə saxlaya bilərsiniz. Başqa suallarınız varsa da şərh səsini yazın. Gecəniz xeyrə qalsın. Özünüzlə müğayət olun. Növbəti videolarda görüşərik.